Riyaziyyatdan faiz bölməsinə aid belə bir sualın izahına baxaq. Sualımızda deyilir ki, bir ədədin 27 faizi ilə 13 faizi arasındakı fərq 49-a bərabərdir. Bu ədədin 70 faizi neçədir? İlk öncə 27 faiz nədir? 27 faizi, ədədin 27 faizi 0,27x deməkdir. 13 faizi isə 0,13x deməkdir. Onlar arasındakı fərq bizdə 49-a bərabərdir. Tənliyi sadələşdirsək, alarıq ki, 0,14x bərabərdir 49 və x-imizi 350 tapmış olarıq. Bizdən alınan bu 350-nin 70 faizini tapmaq tələb olunur. 70 faizi isə 350 vuraq 70 bölə 100 deməkdir. 100-ün sıfırlarını ixtisar eləsək, 35 vuraq 7 qalar. Bu isə bizdə 245-ə bərabər olur, yəni A variantı.